Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî ala fi tevahhudihi ve dana fi teferrudihi ve cella fi sultanihi ve azma fi erkanihi. Feterel halâiqa bi kudratihi ve neşerer riyaha bi rahmetihi. ووطد بالسحور ميدان أرضيه ثم الصلاة والسلام على حبيبه وخيرته حافظ سره ومبلغ رسالاته سيدنا ونبينا أبي القاسم المصطفى محمد ve ala alihi tayyibin tahirin ve la'nud daimu ala adaihim ecma'in minel an ila yevmiddin. Amma ba'd. Qala Allahul Hakim fi kitabihil kerim ya eyyühellezine amenuttaqullah ve kunu ma'as sadiqin. Peygamber ve Ali Peygamberin gül cemalına salavat zikreleyək. Vəccil fərəcəhum. Artıq İmam Hüseyin əleyhissalamın ərbəinidir. Yəni İmam Hüseyin əleyhissalamın 40 məclisidir. İmam Hüseyin əleyhissalamın şəhadətindən 40 gün keçir. Odur ki, bayaq qardaşımız da buyurdu, belə günlərin qədrini bilmək lazımdır. Allah Teala insanlara nə verir, bu günlərə xatir verir. Belə bir günlərdə əta eləyir. Allaha ant verək, bu günün hörmətinə, İmam Hüseyin əleyhissalamın əzəmətinə, Allaha ant verək Kərbəla şəhidlərinin hörmətinə, gün o gün olsun inşallah məclislərimizi Qarabağımızda, Laçınımızda, Şuşamızda, Kərbəcəlimizdə keçirdə inşallah. O gün olsun Azərbaycanın üç rəngli bayrağı Qarabağda dalğalansın inşallah. Allah o erməniləri, o yağı düşmənləri inşallah torpaqlarımızdan azad eləsin və bizləri inşallah öz torpaqlarımıza hakim edənlərdən qərar versin inşallah. Allah bu günlərə xatir günahlarımızı əfv eləsin. Allah bu günlərə xatir bizləri, ailəmizin, evladlarımızın yanında başı aşağı xəcil eləməsin inşallah. Allah nə dərdiniz var, nə niyyətiniz var, İmam Hüseyin xatirinə inşallah bəravord eləsin. Və bura nə niyyətə gəlmişsiniz inşallah Allah qəbul eləsin. İnşallah söhbətimizə keçək, vaxtınızı çox almayaq. Dünənləri Ərbəin gecəsi siz əzizlərə bir mövzu başladıq. Həzrəti Əli ibn Əbi Talib əleyhissalamın hikmətindən sizə bir söz astıq inşallah. Dedik ki, Həzrəti Əli əleyhissalam oğlu Muhammed ibn Əbu Hənifəyə bir nəsihət edir, bir tövsiyə verir. Deyir, oğlum, dil haqqındadır. Deyir, oğlum, əl-lisanu səbəun İn xulliyə anhu əqərun. Buyurur, oğlum, dil bir yırtıcı heyvan kimidir. Dil yırtıcı heyvan kimidir. Əgər onu öz başına bıraxsan, o parçalayar. O həm öz sahibinə, həm də ətraf mühitinə, yanındakılara, ətraflarına zərbə vurar, onları parçalayar. Dünən bu hədisi, bu hikməti Həzrət Əli əleyhissalamın bu gözəl kəlamını xidmətimizə ərz elədik və dedik ki, bir neçə nöqtəni bu hədisə söykənərək Həzrət Əli əleyhissalamın bu hədisinə isnadən bir neçə nöqtəni xidmətimizə ərz eləyək. Dünən o nöqtədən birini xidmətimizə dedik. Dedik ki, bu hədisə əsasən insan gərək danışanda, birinci nöqtə bu idi. İnsan gərək danışanda, necə ki Qur'an-ı Kərim Bəqərə surəsinin 83-cü ayəsində buyurur ki, Qulu linnəsi husna, gözəl şəkildə danışın, gözəl danışmağı bacarın. Biz də gərək bu hədisə isnadən və Qur'an ayəsinə əsaslanaraq
danışanda, söhbət eləyəndə gözəl tərzdə danışmağa öyrənək. Və bir hədisi xidmətinizə ərz elədik bu hədisin tətinməsində. Dedik ki, İmam Səccad əleyhissalamdan bir hədis var ki, buyurur, əgər hər kim gözəl danışmağı öyrənsə və gözəl danışsa, həyatında 5 böyük təsiri var ki, onları xidmətinizə ərz elədik dünənlərim. Hansılar idi? Tez-tez deyim. Birinci təsir o idi ki, Allah Teala buyurur, İmam Səccad buyurur ki, Allah əgər kim ki gözəl danışsa, onun malını, dövrətini, sərvətini artırar. Birinci təsir budur insanın həyatında. Gözəl davranış, gözəl danışıq, Allah onda sənə malvı, dövləti, sərvəti artırar. Bu birinci təsir idi. İkinci təsir insan həyatında budur ki, Allah insanın ruzisinə xüsusi bir bərəkət verər. Xüsusi bir bərəkət verər. Kim ki gözəl danışsa, mehriban danışsa, şirin danışsa, bu iki. Üçüncü təsir bu idi ki, Allah onun ömrünü uzadar. Ömrünə uzadar və bərəkət verər. Allah onun əcəlini təxirə salar. Gözəl rəftar eləsən, gözəl danışsan, xoş əxlaq olsan. Və dördüncü təsir budur ki, Allah Teala onu öz evində, ailəsində, evladlarının gözündə ucaldar, onu əziz eləyər, onu hörmətli eləyər. Kim ki gözəl danışsa. Və beşinci təsir budur ki, elə hamısından da ülvi təsir budur. Allah Teala buyurur, mən onu cənnətə daxil eləyərəm. Kimlər ki gözəl danışar, xoş əxlaq olar, şirin dil olar, Allah buyurur, mən onu cənnətə daxil eləyərəm. Bu hədis İmam Səccad əleyhissalamdandır. Deməli, Allah onun mal dövlətini artırar, Allah onun ruzisinə bərəkət verər, Allah onun ömrünü uzadar, Allah onu evində, ailəsində, balalarının yanında başı kölgəli eləməz, uca eləyər, əziz eləyər və Allah onu cənnəti ilə mükafatlandırar. Bu birinci nöqtə idi ki, dünən xidmətinizə ərz elədik. Amma bu hədisdən ikinci bir nöqtəni istəyirəm xidmətinizə ərz eləyək, istixrac eləyək və ərz eləyək. İkinci məsələ bundan ibarətdir ki, söz ki danışmaqdan düşdü, haralarda danışa bilərik, haralarda susa bilərik. Susmaq. Harada məsləhətdir susaq? Elə hər yerdə susaq, yoxsa hər yerdə danışaq? İmam Həzrəti Əli əleyhissalam buyurur ki, gözəl danış. Bəs harada susaq? Harada susmaq lazımdır? Harada susmaq, belə deyək, vacibdir. Sükut eləmək bir neçə yerdə təkidlə göstəriş verilib hədislərə əsasən. Yəni, elə yerlər var ki, sükut eləməklə zərəri özündən uzaqlaşdırarsan. Sən sükut eləsən, danışmağından məsləhətdir. Susmaq danışmağından daha əfzəldir. Elə yerlər var ki. Allah rəhmət eləsin bizim dahi şairimiz Nizami Gəncəviyə. Nizami Gəncəvi nə gözəl buyurur? Buyurur, sözün də su kimi lətafəti var. Hər sözü az demək daha xoş olar. Birinci saflığı varsa da suda, artıq içilərsə dərd verər o da. Allah rəhmət eləsin Nizamiyə. Artıq içiləndə su da dərd verir. Artıq danışıq bəzən görürsən, o da dərd verir, zərər eləyir. Ona görə məsləhətdir, tövsiyə olunub, təkid olunub ki, bir neçə yerdə ümumiyyətlə heç danışma. Söhbət eləmə, danışmasan məsləhət, haralarda? Bir, İmam buyurur, İzə fəətəkəl ədəb fəəzzim əs-səmt. Buyurur, İzə fəətəkəl ədəb fəəzzim əs-səmt. Əgər danışıq mədəniyyətin yoxdursa, danışıq qabiliyyətin yoxdursa, o yerdə suskinən. Danışıq mədəniyyətin olmadığı yerdə suskinən. Çünki danışıq mədəniyyəti olmasa, insan danışanda çox xətalara yol verir. Deyirlər bir günlərim, Allah lənət eləsin Həccac ibn Yusifi Səqəfiyə. Adını hamımız tarixdə eşitmişsiniz, Qaniçənin biri olur. Qaniçən rəhbərlərdən olur. Yəni o insanın qarşısına baş kəsilib qoyulmasıymış, iştahı açılmazmış. Belə bir qanudduran olub millətinə, xalqına. Yemək oturanda, kölünü olmayanda yeməyə deyilmiş ki, bir nəfər Əli aşiqlərindən, Əhl-i-Beyt tərəfdarlarından bir nəfərin başını kəsin, qoyun qarşıma mənim iştahım açılsın. Və belə iştah açılırdı. Həccac ibn Yusuf Səqəfi belə bir insan olur. Allah lənət eləsin ona.
Bu yazırlar ki, bir günlərim həmən bu Həccac ibn Yusif Səqəfi güya moizə eləyirmiş, xütbə eləyirmiş, cəmaata moizə eləyirmiş. Özü bir şey deyil idi, amma cəmaata güya moizə eləyirdi. Və moizə zamanı o qədər danışır ki, yadından çıxır ki, əzanın vaxtı daxil olub. Artıq əzan girib. Hamı bir-birinə baxır ki, bu heç əzan halına da deyir, heç vecinə də deyir ki, namazın vaxtı girib. Namaz hər bir şeydən əfsəldir. Namazın vaxtı daxil oldu, gərək hər kəs öz işin yarımçıq qoysun, geçsin Allahın çağırışına. Həccac ibn Yusif Səqəfi söhbət eləyir. Hamı bir-birinə baxır, axırı bir nəfərə deyirlər ki, sən qalx, yavaşca get ona, təzəkkür ver, get ona xatırlat ki, artıq namazın vaxtıdır, söhbətini yekunlaşdırsın. Bu kişi də eləmə tənbəllik, susmaqdan gedir söhbət. Harada susaq, əgər sənin danışıq qabiliyyətin yoxdursa, orada sus. Həmən bu kişi də eləmə tənbəllik, qalxır bütün millətin içində ayağa və uca səslə deyir, ya Həccac, ay Həccac, iqtə' kəlamək, qad hazərə vəqtü salat, ey Həccac, kəs səsvi, namazın vaxtı daxil olub. Kəs səsvi nədir? Bu cürə deməzlər ki, indi Həccac hər kim olur olsun, qamiçəndir, pis adamdır, öz yerində. Amma danışıq, nitq qabiliyyəti var da, kəs səsvi, namazın vaxtı daxil olub. Deməyin də qaydası var da, bizdə bir misal var el arasında. Oha var, dağa qaldırar, oha da var, dağdan indirər də. Bu atalar sözdür, misaldır, çox gözəl də yerində deyilmiş sözdür. Odur ki, insan gərək danışanda danışıq qaydasına riayət eləyər. Bu sözün gözəl şəkildə də demək olardı. O insan qalxıb gözəl bir tərzdə, gözəl bir şəkildə deyə bilərdi, sonra da başı ağrımazdı. Həccac ibn Yusif Səqəfi də elə özünə yaraşan hərəkət eləyir. Həccac ibn Yusif Səqəfi qəzəblənir bunun bu cürə danışığına və onu ömürlük həbsə attırır. Ömürlük həbsə. Bircə kəlmə sözü nə dedi? Dedi, namazın vaxtı gəlib. Amma onu qəşəng şəkildə deyə bildiyi halda demədi. Başqa cür dedi, ona görə getdi ömürlük həbsə. Və hamınız eşitmişsiniz Harun Ər-Rəşidin. Harun Ər-Rəşid 7-ci imam, İmam Kazım əleyhissalamın dövründə yaşamış xəlifə olub. Əbbasi xəlifələrindən. O da çox əzazil bir insan olub. Qan içən bir insan olub. Əhl-i-Beyt tərəfdarlarına qan udduran bir insan olub. İmam Kazım əleyhissalamın şəhadətə çatmasında bilavasitə əli olmuş insandır Harun Ər-Rəşid. Yazırlar ki, bir gün Harun Ər-Rəşid, bu əhvalatı hamınız bilirsiniz. Harun Ər-Rəşid yuxu görür. Yuxuda görür ki, bütün ağzındakı dişləri hamısı tökülüb. Ağzında heç bir dişi qalmayıb. Ayağa qalxır və bilir ki, nəsə bunda bir söz var, bunda bir hikmət var, nəsə Allah mənə demək istəyir, yuxuyozan çağırır. Yuxuyozanı çağırır və deyir ki, belə bir yuxu görmüşəm, mənim yuxumu yoz. Yuxuyozanın da düzdür, elmi var idi, amma danışmaq üçün mədəniyyəti yox idi. Hansı sözü, hansı şəkildə demək lazım olduğunu bilmirdi. Odur ki, deyir ki, şah sağ olsun, burada nə var ki, bu yuxu gün kimi aydındır. Sən bütün qovm əqrəbənlər hamısı öləcək, axırda sən öləcəksən. Hamı öləcək, sonda sən öləcəksən. Burada qəzəblənir Harun Ər-Rəşid və onu zindana məhkum eləyir, zindana attırır. Növbəti yuxuyozanı çağırırlar, təbir eləyir, yuxu təbir eləyəni çağırırlar. O gəlir, nə deyir? Deyir, şah sağ olsun. Allah sizə o qədər uzun və bərəkətli ömür verəcək ki, qovm əqrəbənin içində ən uzun ömürlü sən olacaqsan. İndi məna baxımından hər ikisi eyni sözdür da. Hər ikisi o deməkdir ki, sənin ömrün uzun olacaq və ən sonda sən həyatı dəyişəcəksən, dünyağı dəyişəcəksən. Amma biri elə dedi ki, zindana getdi, biri elə dedi ki, Ən'am aldı. Harun Ər-Rəşidin bu söz xoşuna gəldi. Odur ki, buyururlar ki, harda susmaq lazımdır, görürsən ki, danışıq qabiliyyətin yoxdur, qardaş, ondan sonra o sözü demə. Deyib daha da özünü bərbad eləmə. Deyib daha da özünü abru aparma. Bu birinci yer. Danışmaq mədəniyyətin yoxdursa danışma. İkinci yer harda susmaq lazımdır. Harda tövsiyə olunub susmaq. Bir-iki gün bundan qabaq elə bu barədə danışdıq. İkinci yer buyurur əl-qadəb. İnsan əsəbi halda gərək sussun. Gördün ki, əsəbiləşmirsən, qəzəb səni boğur, sus günən. İmam əleyhissalam buyurur ki, də'ul qadəb bis-səmd. Qəzəbin bir dərmanı var. O da susmaqdır.
Niyə? Çünki şiddətul qadar tuğayyirul məntiq. Buyurur ki, əsabaniyyət və qəzəb insanın məntiqini dəyişir. Çünki sən sakit halda o sözləri deməzdin. Amma indi qəzəblənmirsən, sənin məntiqin deyildi bu. Sən tamamilə başqa bir məntiqdən, başqa bir aspektdən danışırsan artıq. Ona görə də insan ikinci yer budur ki, harda susa, qəzəbləndiyin yerdə ondansa danışma. Çünki danışsan, çox səhvə yol verəcəksən. Bu iki. Üçüncü yer buyurur təhrik. Və biz cəmiyyətdə buna çox mübtəlayıq. Çox mübtəlayıq buna. Təhrik etmək. Yəni, əgər sözün kimlərisə təhrik eləyəcəksə, kimlərisə ayağa qalxmasına səbəb olacaqsa, ondansa danışma bilən. Məsələn, elə danışırsan ki, elə sözlər deyirsən ki, digər bir tərəf iki nəsil arasında görsən çaxnaşma düşdü. İki qohum arasında çaxnaşma düşdü. İki qonşu arasında çaxnaşma düşdü. Bəzən də görürsən, buyururlar ki, elə söz deməyin ki, məsələn, tərəf müqabilin olan, sən başqa bir məzhəbdənsən, o biri başqa bir məzhəbdəndir. Elə söz demə ki, o birisiləri təhrik eləsinlər, ayağa qalxsınlar. Onların müqəddəs hesab elədiyi rəhbərlərə, o rəhbərlərin ardıcan elə söz demə ki, onlar ayağa qalxsın və aləm dəysin bir-birinə. Təhrik edici sözlər demək olmaz. Yəni, sözlərində təhrik edici nə varsa, onları qoymaq lazımdır. Hətta müxatəbin müsəlman olmasa da belə. Müxatəbin müsəlman olmasa da belə. Məsələn, kafir bir tərəfdir, kafirlərin içində qalxırsan, elə bir söz deyirsən ki, kafirləri ayağa qaldırmısan. Olmaz. Bu sözləri demək olmaz. Misal tarixə nəzər salaq. Əbu Cəhli hamımız bilirsiniz, tarixdəki kim olub? Əbu Cəhl İslamın, Allahın və Allahın Peyğəmbərinin düşmənlərindən olub. Bir nömrəli düşməni olub. İslamın düşmənlərindən olub Əbu Cəhl. Və öldüyü ana qədər də İslamı qəbul eləmədi ki, heç həmişə bacardığı qədər İslama zərbə vurmağa çalışdı. Əbu Cəhl belə bir insan olur. Allah lənət eləsin. Amma onun oğlu Əkrəmə, ya İkrəmə, indi mən hərəkəsini dəqiq bilmirəm, onun oğlu Əkrəmə müsəlmançılığı qəbul edir. Müsəlman olur. Əbu Cəhlin oğlu İslamı qəbul edir. Bir günlərin, döyüşlərin birində İslam ordusu qayıdırdı döyüşdən, Peyğəmbər də oradaydı və müsəlmanların biri qəbirstanlığının yanından keçəndə Əbu Cəhlin qəbrinin yanından keçəndə ayaq saxlayır və uca səslə deyir ki, Havər qəbru aduvullah və aduvur rəsul. Bilirsiniz bu qəbir kimindir? Bu qəbir Allahın və onun rəsulunun düşmənlərindən birinin qəbri, Əbu Cəhlin qəbridir. Əbu Cəhlin oğlu da orada olur. Əbu Cəhlin oğlu da özü orada olur. İndi sən təsəvvür elə, öz oğlunun yanında atasına desinlər ki, bu İslam düşmənlərinin, Allahın düşməninin, Peyğəmbərin düşməninin qəbridir. Və Əkrəmə çox narahat olur. Çox pis olur. Çox da ki, atası kafir idi. Axı, bunun atasıdır. Çox da ki, atası düşmən idi, İslama həmişə düşmənçilik eləyib, Peyğəmbərə, Allaha düşmənçilik eləyib, amma bunun atasıdır. Və gəlir Peyğəmbərə Əkrəmə şikayətini eləyir. Deyir, filankəs belə bir söz dedi, mənə çox pis təsir elədi. Peyğəmbər dərhal bütün səhabələrini yığır başına, hamısına elan edir ki, bugündən etibarən nəsə demək istəsəniz, nə isə kiminsə ünvanında demək istəsəniz, ümumi deyin, cəmdə ad çəkməyin, ad çəkmək olmaz. Deyin, məsələn, müşriklər Allahın düşmənidir. Deyin, kafirlər Allahın düşmənidir. Deyin, münafiqlər Allahın düşmənidir. Amma xüsusi ad çəkmək olmaz. Bəlkə onun yaxınlarından, əzizlərindən biri onun arasındadır. Və o təhrik olunacaq, ayağa qalxa bilər. Və bəzən də görürsən ki, mən həmişə bu sözü deyirəm, biz bəzən özümüzlə bilmədən mərdi qova-qova namərd edirik. Bəlkə də əl çəkəcəkdir o işindən. Amma düşürük, dalıcan, o qədər deyirik, təhrik edirik onu, axırı o da acığa düşür, hər şeyi atır kənara. O belə də olmaz. Hətta mən özüm şahidiyəm, elə insanlar olub ki, dindən çıxıb, namazı atıb və s. da indi mən də o mövzulara girmək istəmirəm. Peyğəmbərin xanımı var idi, Səfiyyə adlı. Səfiyyə adlı Peyğəmbərin bir xanımı var idi, Huyayyə ibn Əxtəbin qızı idi. Huyayyə ibn Əxtəb də Yahudi idi. Xeybər qalasının Yahudilərindən idi.
Və Xeybər qalasında o döyüşdə, Xeybər döyüşündə Yahudilər tərəfdən İslamın düşməni olaraq öldürülür. Qattəli İslamın qattəli düşmənlərindən idi. Amma Xeybər qalası fəth olunandan sonra həmən bu Yahudinin qızı Səfiyyə İslamı qəbul edir və Peyğəmbər Əkrəmlə ailə həyatı qurur. Ailə həyatı qurur, Peyğəmbərin nikahına girir. İndi bir müddət sonra Peyğəmbərin digər xanımları Səfiyyəyə başlayırlar qısqanclıq eləməyə. Qısqanırlar və ona qıcıqlandırıcı sözlər deməyə çalışırlar. Təhrik edici sözlər. Söhbət bundan gedir ki, harda susaq, 3-cü bölüm bu idi ki, təhrik edici söz demək istəsə demə, orada sus ki. Bunu necə çağırırlar Səfiyyə xanımı? Deyirdilər, ay Yahudidən əmələ gəlmiş, ay Yahudizadə. Bu cürə deyirdilər, əsəbləşdirirdilər xanım Səfiyyəni. Xanım Səfiyyə də Peyğəmbər Əkrəmə buyurur, Peyğəmbər Əkrəm çox ciddi bir tədbir görür bunun çünki belə sözlər deyilməsin. Odur ki, heç vaxt kiminsə atasına görə, kiminsə anasına görə, kiminsə qohumuna görə, özünün keçmişinə görə o insanları ittiham eləməyin. Heç bir zaman eləməyin. Çünki bunu nə Allah bəyənir, nə də Allahın Rəsulu bəyənir. Allahın Rəsulu buna qadağa qoyub. Və o gündən buyurdu ki, heç kim bu şey eləməsin. Özü kimdir? Özü mömindir, möminədir, müsəlmandır. Olmaz kiminsə ünvanına bu sözləri demək. Deməli, haralarda sükut eləyək, o yerlərdə ki, danışıq və nitq mədəniyyətin yoxdursa sus. 2. O yerdə ki, qəzəblisən, sus. Çünki qəzəbli halda nəsə desən, çox səhvlərə yol verə bilərsən. 3. O yerdə ki, əgər mən bu sözü desəm, bir nəsil bir-birinə dəyəcək, əgər mən bu sözü desəm, bir cəmiyyət bir-birinə dəyəcək, parçalanacaq, aləm dəyəcək bir-birinə, o yerlərdə susmaq vacibdir. Susmaq vacibdir. 4. Harada susmaq lazımdır və vacibdir? Bu işdə çox təəssüflər olsun ki, bizim cəmiyyətdə böyük yer tutur. Şayələrdə, şayə yaymaqda. Şayə ki yayıldı, gərək susasan. Bəzən biz görürsən, özümüz hamımızda olur da bu şeylər. Hansısa bir şayəni eşidirik və onu eşidirik, yerinə çatmaq üçün güya gedirəm filankəsdən soruşuram. O filankəsin də hələ ondan xəbəri yoxdur. Aha, onun da beyninə düşdü. Artıq bir nəfər də əlavə bildi. O da gedir yerinə çatmaq üçün başqasından soruşur. Bu ondan, o bundan soruşur, söz-söhbət yayılır, şayə qalxır. İmam Kazım əleyhissalamdan çox gözəl bir hədis var. Mən bu hədisi 1-2 gün bundan qabaq görmüşəm. Etiraf edirəm ki, bu vaxta kimi o hədisi görməmişdim. Və mənim özümə çox təəccüblü gəldi bu hədis. İmam Kazım əleyhissalamdan. Nə deyir İmam Kazım əleyhissalam? Olduqca əcib bir hədisdir. İmam Kazım əleyhissalam buyurur ki, əgər 50 nəfər, elə orada da xamsı ilə yazır, 50 yazır. Əgər 50 nəfər gəldilər, dedilər ki, bəs filan kəs, indi mən öz adımı çəkirəm ki, heç kimin xətrinə dəyməsin. Elnur minbərdə belə bir söz dedi. Yəni, yaxşı söz deyir da. Elnur minbərdə belə bir söz dedi. 50 nəfər yığışıb gəlib deyirlər. İndi 50'si də yalan danışmayacaq ki. Mal da bu mümkündür ki, elə bunun, yəni içində 1-2 nəfər vicdanlı adam olmadı ki, bu sözün düzünü desin. 50 nəfər hamısı deyirsə, deməli söz düzdür. Deməli Elnur elə bu sözü deyib. İmam Kazım nə deyir amma? Deyir, 50 nəfər gəldi, dedi ki, Elnur minbərdə belə bir söz işlətdi. Elnur filan yerdə belə bir hərəkət elədi. Amma Elnur özü gələ deyə ki, yox, onlar səhvə yol verirlər. Mən bu sözü deməmişəm, mən bu sözü işlətməmişəm, mən filan yerdə o hərəkəti eləməmişəm. Onda İmam Kazım buyurur, 50 nəfərin 50'sini də təkzib elə, o Elnurun sözünü təsdiq elə. Çox qəribə bir. İndi ağılla, məntiqlə götürəndə deyirsən ki, necə yəni 50 nəfəri bir nəfərin ayağına verək? Bəli, İmam Kazım əleyhissalam buyurur ki, olmaz. Kiminsə, görün İslam dini nə qədər həssas bir dindir. İslam dini nə qədər gözəl və zərif dindir. Kiminsə abrını aparmağa İslam dini heç bir vəclə icazə vermir. Heç bir vəclə. Kiminsə heysiyyətini ayaqlar altına qoymağa İslam dini icazə vermir. Belə olmaz, şayələri bu cürə yayma olmaz. Necə ki, İslam dini, diqqət edin, çox maraqlı bir şey deyim sizə. Necə ki, İslam dini buyurur ki,
Üç sifət qadına yaraşar. İndi mən deyəndə deyəcəksiniz ki, bunlar rəzil sifətlərdir. Bunu qadına niyə yaraşdırırsınız? Amma İslam dini buyurur ki, hədislərimizə əsasən buyurulur ki, üç sifət qadına yaraşır. Hansı sifətlərdir? Deyəcəm, açıqlamasını da inşallah verəcəyik. Bir, təkəbbürlü olmaq. Təkəbbürlük qadına yaraşır. İki, qorxaq olmaq. Qadın gərək qorxaq ola. Qadına yaraşır. Üç, paxıllıq, ximislik. Qadın gərək paxıl ola, ximis ola. İndi, siz sual verə bilərsiniz ki, axı İslam dini başdan ayağa bizə tövsiyə edir ki, təkəbbürlükdür, qorxudur, paxıllıqdır, bunlar rəzil sifətlərdəndir. Bunlar bəyənilməyən sifətlərdir. Bunlar çox qəbih və pis sifətlərdəndir. Niyə görə bunlar axı qadına yaraşdırır İslam dini? Bunu təhlil eləmək lazımdır. Bunu təhlil eləmək lazımdır. Yəni, burada məqsəd o demək deyil ki, təkəbbürlüyün özü yaxşıdır. Təkəbbürlüyün özündən getmir söhbət. Xeyr, təkəbbürlük yaxşı şey deyil. Qorxu yaxşı şeydir demir. Xeyr, şücaət yaxşıdır. Demir, paxıllıq yaxşı şeydir, paxıllığın özü yaxşı şeydir. Xeyr, səxavət yaxşıdır. Bəs niyə deyir qadına yaraşır? Allah rəhmət eləsin, mərhum şəhid Murtaza Mütəhhiriyyə çox gözəl buna açıqlama verir. Buyurur, bu hədisdən məqsəd qadının digər kişilərin naməhrəmlərin qarşısında, qadın gərək naməhrəmlər qarşısında təkəbbürlü ola. Yəni, mənim ərim mənim üçün səndən əfsəldir, səndən üstündür. Bunu deyir, təkəbbürlü ol, yəni belə ol. Mənim həyat yoldaşım, mənim ərim, ailə başçım səndən mənim üçün üstündür. Burada deyir təkəbbürlü. Nəinki təkəbbürlüyün özü yaxşıdır? Yox, qadın da gərək təvazökar ola. Qadın gərək qorxaq ola, yəni nə? Qadın yəni qorxmalıdır ki, ailəm birdən dağılar. Ailəmi qoruyub saxlamağından qorxsun. Bu mənada deyir qorxmaq. Qadın gərək hər an öz ailəsini, öz balalarını, həyat yoldaşını qorumağa çalışsın. Çalışsın ki, birdən Allah eləməmiş ailəmə nəsə olar. Bu mənada deyir, qadına qorxmaqlıq yaraşır. Və üçüncü, qadın gərək paxıl ola. Yəni, ximis ola. Necə? Yəni, qadın ailənin iqtisadiyyatını qorumaq üçün gərək bir balaca ximisli elə. Çox açıb buraxmaya, çox xərc eləməyə ki, ailə iqtisadiyyatına zərbə dəyməsin. Bu mənada deyir. Nəinki deyir ki, bunlar yaxşı sifətlərdir. Yox, qadın da gərək təvazökar ola. Qadın da gərək şücaətli ola. Qadın da gərək səxavətli ola. Bunlar bu mənadadır. Şayə yaymaq kimi hadisələr də bu qibildən hədisdir. İmam Kazim əleyhissalamın dediyi o 50 nəfərin qarşısında bir nəfərin sözünü eşit, bu mənada deyir. Yəni onun heysiyyətini qorumaq üçün gərək insan təhlil eləməyə bacarsın. Bəzən biz hədisləri oxuyuruq, düzgün anlamırıq, düzgün anlamadığımız üçün də başqa hərəkətlərə yol veririk, səhv hərəkətlərə yol veririk. Deməli, dördüncü xislət nə idi? Dördüncü o idi ki, şayə vaxtı insan gərək sussun. Dördünü saymış. Beşini də sayım, vaxtınızı çoxalmayayım. Qardaşlar yenə də neçə qardaş qaldı ki, mərsiyə demək istəyirlər. Onlar inşallah mərsiyələrini deyərlər. Beşinci yer ki, gərək insan susa, alimin məhzəridir. Alimin məhzərində gərək başqaları susa. Əgər bir məclisdə alim varsa, əgər bir məclisdə sənin rəhbər seçdiyin bir alim varsa, onun sözünü, mən bunu bax, bu kitabdan deyirəm, hissə söz göstərə bilərəm. Onun sözünü başqa yerlərə, başqa yöntəmlərə salmaq lazım deyil. Onun sözünü çevirmək lazım deyil. Onun sözünü başqa yerlərə yozmaq lazım deyil. Alimin sözündən söz çıxartmaq lazım deyil. Alimə dərs vermək lazım deyil. Alim özü aləmə dərs verir. Və bu çox qəbih bir sayılən işdir. Bax, bu kitabdan deyirəm sizə. Məsumlarımızın 14'ü də buyurub bu sözü. 14'ü də bu sözü deyir ki, əgər özünə bir alim seçmisənsə, alim deyib onu rəhbər kimi dalayıcan düşmüsənsə, onun sözünü içə eləmə. Onun bildiklərini sən bilmirsən. Sənin bilmədiklərin şeylər var, bəzi şeylər var ki, onu sən bilmirsən. Yalnız, bizdə görürsən, amma çox təəssüflər olsun ki, bəzi məsələlər baş verir. Mən indi misal verəcəm indi. Hamınız Həzrəti Musa əleyhissalamla Həzrəti Xızır əleyhissalamın əhvalatını eşitmişsiniz.
Həm Həzrəti Musa əleyhissalam, həm Həzrəti Xızr əleyhissalam hər ikisi peyğəmbər idi. Allahın peyğəmbərlərindən idi, düzdürmü? Amma Allah Teala Həzrəti Musaya nə dedi? Musa, get Xızrın yanında şagirdlik elə. Musa da peyğəmbərdir, Xızır peyğəmbər də peyğəmbərdir. Amma nə deyir? Get Musa Xızırın yanında şagirdlik elə. Xızırdan örgən onun elmi lədunni elmdir. Yəni Allahın elminə biçi elmdir. Düzdür ki, Həzrət Musa da peyğəmbər idi, amma hələ təzə idi. Hələ şagirdlik eləməli idi. Hələ örgənməli şeyləri çox idi. Çox şeylər gərək örgənə idi. İmam Sadiq əleyhissalam buyurur, əgər Həzrəti Musa əleyhissalam sükut eləsəydi, çox şeylər örgənərdi. Çox şeylər örgənərdi. Amma Həzrət Musa əleyhissalam sükut eləmirdi. Səbirsiz idi. Elə hey soruşurdu. Niyə sən xalqın gəmisini deşdin? Əhvalatı bilirsiniz da. Sən niyə xalqın gəmisini deşirsən? Gəmini batırırsan. Xızır peyğəmbər gəmini deşdi, bu etiraz elədi. Musa peyğəmbər niyə etiraz, niyə deyirsən gəmini deşirsən? Niyə bu xarabalıqda yıxılmış, aşmış divarı sən təmir edirsən? Bunun məqsədi nədir? O qədər suallar, niyə sən belə edirsən, niyə sən belə edirsən? Axırda da Həzrət Xızr əleyhissalam buyurdu, artıq bəsdir. Sən azadsan. Sən mənim şagirdliyimə yaramadın. Sən örgənə bilmədin. Niyə bu niyələrdən? Bu hey qurcalayıb soruşmaqdan. İndi açığı Həzrət Musa əleyhissalam səhv eləmirdi. Doğrudan da narahat için, niyə xalqın gəmisini batırırsan? Niyə xalqın gəmisini deşirsən? Niyə bu xarabalıqda divarı tikirsən? Niyə bu iş? Əslində haqqı var idi. Amma ona deyilmişdi ki, sus. Sən ancaq örgən. Sonuna çatsan, bilərsən nə var, nə yox. Bəzən görsən, biz sonuna çatmırıq. Əgər bir alim, bir rəhbər bir sözü deyirsə, bunun müqabilində gərək niyə deməyəsən? Gərək səbr eləyəsən ki, görək bu həssas məsələdə, bu mən alim dediyim insanın məqsədi nədir? Görək bu necə hərəkət eləyəcək? Mən də başımı salım aşağı, onunla bərabər hərəkət edeyim. Əgər alim deyirsənsə ona, əgər sən ona alim kimi qəbul edirsənsə, elə şeylər var ki, o nə desə, onu eləsə, hər şeydə yoluna düşəcək ha. Əgər onu dinləsək, başqa söhbətləri qurcalamasan, hər şey yoluna düşəcək. Amma çox təəssüflər olsun ki, hamı indi pisad özünü alim bilir. Mən misal vurum dəfn mərasimlərindən. Belə misal vururam ki, başqa şeylər zehinlərə gəlməsin. Dəfn mərasimində kişi çağırıb ruhanini ora. Bunu mən neçə dəfə demişəm. Ruhanini çağırıb ora ki, sən dini rəhbərsən, sən bu işləri icra eləməlisən. Yazıq ruhani qalıb qıraqda hamı nəsə deyir. Biri deyir bu qədər enli olsun, biri deyir belə eləginə, biri deyir başın qaldır, biri deyir ayağın sal aşağı, hərə bir söz deyir. Ruhani qalıb qıraqda. Onda ruhani niyə çağırmışdın ora? Axı bu səndən yaxşı bilir bu məsələləri. Biz sizin hamınızdan yaxşı bilir axı oradakı o məsələləri. Da onda niyə çağırmışdın? Əgər özünü eləyə bilirsənsə eləyəydin da. Bu alimi, bu ruhani, bu din xadimini ora niyə çağırmışdın o qəbir üstünə? Sən hamı susmalıdır orada, o yerdə alimin məhzəri, o orada artıq o işin alimidir. O işin bilənidir. O yerdə hamı susmalıdır, o işin icra eləməlidir. Çox sakitliklə. Alimin səsi orada eşidilmir, ruhaninin, din xadiminin səsi orada batır, eşidilmir, hamı danışır. Hamı özün alim bilir. Çox məsələlərimiz belədir. Deyərdim ki, bizim bir 70% məsələmiz belədir. Bəlkə də çox. Deməli, Əli əleyhissalamdan hədis var, buyurur ki, Lə tərəl cahili illə mufritən əv mufarritən. Buyurur ki, cahil şəxs, Əli əleyhissalamdan da hədis, Lə tərəl cahil illə mufritən əv mufarritən. Cahil şəxs ya çox tünd hərəkət eləyəcək, ya çox bərk gedəcək, qoyacaq üstə, hamıdan tez getmək istəyəcək, ki, bu hamıdan çox bilir, hamıdan yaxşı bacaracaq bu işi və qoyub üstə hamıdan qabağa getmək istəyir. Ya da buyurur ki, əv mufarritən, ya da o qədər yavaş gedir ki, arxada gələnlərin hamısını ləngidir. Hamını ləngidir. Ya çox qabağa keçəcək, çalışacaq, çox qabağa keçsin, özünü çox bilmiş kimi aparır, güya çox biləni yoxdur, yaxşı ki 2 dənə kitab oxuyub bu, yaxşı ki 2 dənə kitab oxuyub. Gör indi bu 3 dənə kitab oxusa nə hoqqalar çıxardar, nə oyunlar durğuzarlar bunlar. Ona görə deyirlər ki, Həzrət Əleyhisselam buyurur ki, Əli əleyhissalam buyurur ki, alimin məhzərində dayan, sus. Çünki cahil ya çox qabağa gedəcək, ya da elə gələcək ki, hamını ləngidəcək. Deməli, bu vaxta kimi
iki nöqtəni xidmətinizə ərz elədik. Hansı hədisə əsasən Həzrəti Əli əleyhissalamın Nəhcül Bəlağədə buyurduğu 60-cı hikmətə əsasən ki, Həzrəti Əli əleyhissalam buyurur ki, oğlu Əbu Hənifəyə, oğlum, dil yırtıcı heyvan kimidir. Onu öz başına bıraxsan, parçalayacaq. Həm sənə zərbə vuracaq, həm sənin ətraf mühitə. Bundan bir neçə nöqtə istixrac eləmək olar. Birinci nöqtəni dünən dedik. Yəni, cəmaatla necə danışmaq? Qulu linnəsi husna. İnsanlarla gözəl danışın. Səliqəli danışın. Qəşəng danışın. Bu birinci nöqtə. İkinci nöqtə bundan ibarət idi ki, haralarda sükut eləyək? 5 yerdə. 1. Danışıq mədəniyyətin yoxdursa ondansa sus. Çünki danışanda çox xarab eləyirsən işləri. 2. Qəzəbli olarkən sus, insan qəzəblənəndə məntiqi dəyişir. 3. Təhrik edici sözlərdən çəkinin, təhrik edici sözlər deməyin. 4. Şayələr. 5. Alimin məhzərindən istifadə eləyər. Alim olan yerdə susun ki, alim hər şeyi bizdən yaxşı bilir. O, əgər mən onu rəhbər bilirəm sözümə, o məndən hər şeyi yaxşı bilir bu sahədə. Ona görə də inşallah qaldı bir nöqtə, onu da mən sizə borclu, nə vaxtsa inşallah qismət olsa, onu xidmətinizə ərz eləyərik. Axşam inşallah məclisimiz davam eləyəcək. Axşam namazından sonra yenə məclisimiz var, yenə mərsiyələrimiz, xütbəmiz olacaq inşallah. Qaya müəllim, Allah canını sağ eləsin, inşallah söz verib ki, bu axşam o məhzərindən istifadə eləyəcək inşallah. Allaha ant verək bu əzəmətli günə, Allaha ant verək İmam Hüseyn əleyhissalama və onun yar-ı ənsabinin xatirinə. Allah cəmi şəhidləri, ələl-xüsus bizim Azərbaycan şəhidlərimizi, Qarabağ şəhidlərimizi, bizim 20 yanvarda Xocalı hadisəsində şəhid olmuş, canlarından, qanlarından keçmiş şəhidlərimizə Allah İmam Hüseyn əleyhissalamla Kərbala şəhidlərinə məhşur eləsin inşallah. Allaha ant verək inşallah bu günün əzəmətinə. Allah axır aqibətimizi xətmi bi xeyr eləsin inşallah. Allaha ant verək Əli Əsqər ağaya, Qasim ağaya, xanım Zeynəb-i Kübraya. Allah bizim abrımızı, ismətimizi Həzrət Fatimə Zəhra salamullahi aleyhanın isməti ilə məhşur eləsin inşallah. Allah bizləri öz qohumlarımızın, dostlarımızın, düşmənlərimizin, evlatlarımızın yanında baş aşağı eləməsin. Allah bizləri dünya və axirətdə Qur'an və Əhl-i Beytlə məhşur eləsin və Allah İmam Zaman ağanın zuhuruna təcil qərarı versin deyə salavat zikr eləyək.